Deməli, periodik hərəkətdə bizdə suallarımız var idi. İndi onlara baxacağıq. Birinci gəlir burada, ikinci sual. Baxaq. Deməli, arabanın təkəri 2 dəqiqədə, t bərabərdir 2 dəqiqə, dəqiqəni keçirik saniyəyə, eləyir 120 saniyə. 60 dəfə dövr edir, bu n-dir. Təkərin radiusu 20 sm, bunda metrə keçəndə 0,2 metr. Pi də bərabərdir 3 olarsa, velosipetin t bərabərdir 5 dəqiqə, yəni 300 saniyə ərzində getdiyi yolu tapın. Əvvəlcə biz periodu tapırıq, t bərabərdir t bölün. Yuxarıdakı t-yə görə kiçik t-miz 120, n-imiz isə 60-a bərabərdir. Onda biz period üçün alırıq ki, periodumuz 2 saniyədir. Sonra bizdə deyir ki, 5 dəqiqə, yəni 300 saniyə ərzində getdiyi yolu tapın. Əvvəlcə biz bilməliyik ki, bu 300 saniyə müddətində nə qədər dövr edir. Çünki bir tam dövrü L bərabərdir 2 pi-dir. 2 vurulsun, 3 vurulsun, 0,2. O da bərabərdir 2 vur 6, o da edir 1,2 metr. Bu, bir tam rəqsdə, bir tam dövrdə bunun getdiyi məsafədir. Amma bizdə 5 dəqiqəni soruşur. 2 saniyə müddətində bu bir dəfə dövr edir. İndi tapaq görək 5 dəqiqə müddətində neçə dəfə dövr edir. Onda biz yenidən n-i tapırıq. N bərabərdir, kiçik t bölünsün, böyük t. Kiçik t-ni bu dəfə 300 saniyə götürürəm. Böyük t isə bizdə dəyişməz olaraq 2 saniyə qalır. Buradan alıram ki, 150. Deməli, bu cisim 150 dəfə dövr edir. Onda bizim ümumi getdiyimiz məsafə bərabərdir 2 pi-r vurulsun n. 2 pi-ri 1,2 tapmışıq. Onu da 150-yə vururuq. Bu da bərabərdir 180 metr. Yəni, cavab olacaq burada bu variant. 2-dən sonra 3-cü sual var burada. 3-cü sualda deyir ki, yaylı rəqqas iki kənar vəziyyətindən O tarazlıq vəziyyətinə qayıtmağa 0,1 saniyə vaxt sərf edir. Onun dövrünün periodu və tezliyi iki kənar vəziyyətindən O-ya qayıtmağa 0,5 saniyə. Deməli, iki kənar vəziyyətindən bura qayıtmağa 0,5 saniyə vaxt sərf edir. Biz demişdik ki, bir period 4 dənə amplituda bərabər məsafəni qət etdiyi müddətə bərabərdir. Yəni, bu 2-dən O-ya 0,5, yenidən O-dan 1-ə yenə 0,5 saniyə. 1-dən O-ya qayıdır, yenə 0,5 saniyə. O-dan da 2-yə qayıdır, yenə də olur bizdə 0,5 saniyə. Cəmi 0,5 vurulsun 4. 0,5 vurulsun 4. Yəni 2 saniyə müddətində bu tam rəqsi tamamlayır. Çünki biz rəqsin tamamlaması üçün demişdik ki, çıxdığı kənar nöqtədən yenidən eyni kənar nöqtəyə qayıtmalıdır. Onda bizim periodumuz 2 saniyəyə bərabərdir. Tezliyimiz isə nü bərabərdir 1 bölünsün t. Yəni 1 bölünsün 2, o da bərabərdir 0,5 r-isə bərabərdir. Və yaxud da bu bizdə 2-dən O nöqtəsinə gəlməyi onun 4/1 rəqsi adlanır. Yəni, tam rəqsin 4/1 hissəsidir. Buna sərf etmişdir 0,5 saniyə. Elə buradan biz t bərabərdir, t böl n tapa bilərik. Kiçik t-nin yerinə 0,5, n-in də yerinə 1 bölünsün 4. Yenə də buradan 2 saniyəni tapıb, oradan da tezliyi tapa bilərik. Yekun olaraq burada bizim cavabımız eləyəcəkdir, dadaş variantı. Sonra gəlir 4-cü məsələ. 4-cü məsələdir ki, ipli rəqqasdan asılmış cismin sürəti haqqında. Bu bizim ipli rəqqasımız. Bu ipli rəqqasın kənar vəziyyətləri. Bu isə onun tarazlıq vəziyyətidir. Deyir, tarazlıq nöqtəsinə doğru hərəkət edərkən sürət azalar. Yəni, kənardan tarazlığa gəndə sürət azalar. Xeyr, bu yanlışdır. Biz demişdik ki, ən kənar vəziyyətlərdə sürət minimumdur. Yəni, ən kiçik qiymətini alır. Tarazlıq vəziyyətində isə sürəti maksimumdur. Deyir, kənar nöqtələrinə doğru hərəkət edərkən sürət azalar. Bəli, kənar vəziyyətlərdə sürət minimum olduğu üçün oraya getdikcə sürət azalır. Tarazlıq nöqtəsinə hərəkət edərkən, bəli, sürət maksimum olduğu üçün sürət artır.
Kənar nöqtələrin doğru sürət azalır, artar, yanlışdır. Kənar nöqtənin sürət maksimum olar, yanlışdır. Cavab oldu bizdə 2 ilə 3. Deməli 93-cü səhifədir. Bu dəqiqə mənə lazımdır 94-cü səhifə. Deməli 94-cü səhifə. Orada cavab oldu 2 ilə 3. Baxaq. Bir də 6 var. Tarazlıq vəziyyətində sürət maksimumdur. Bəli, düzdür. 2, 3, 6. Cavab olacaq bizdə. Deməli, Dadaş variantı. 4-dən sonra var bizdə 6-cı məsələ. Deyir, 20 saniyə müddətində 80 amplitud qədər yol gedir. Rəqqasın rəqs periyodunu təyin edin. Deməli, kiçik T-ni verib bizdə 20 saniyə. Getdiyi yol da bizdə veribdir 80 amplitud. Bizdən soruşur periyodu T bərabərdir sual. Biz bilirik ki, L bərabərdir 4AN. Bu düsturdan N-ni tapa bilərik. N bərabərdir L bölünsün 4A. L-in yerinə qoyuram 80 dənə amplitud bölünsün 4 dənə amplitud. Bu da bizdə eləyəcəkdir 20. Deməli, N-imiz 20-dir, kiçik T də 20-dir. Bizə lazımdır böyük T. Böyük T bərabərdir, kiçik T bölünsün N. Kiçik T bizdə 20, o birisi də 20. Bu da eləyəcəkdir 1 saniyə. Yəni, cavab olacaq orada bu variantı. Sonra gəlir 6-cıdan sonra gəlir 9-cu tapşırıq. 9-da. Şəkildə verilmiş ipli rəqqas 6 saniyədə 3 dənə rəqs edir. Deməli, 6 saniyə 3 dənə rəqs edir. Deməli, yazıram kiçik T bərabərdir 6 saniyə. 3 dənə rəqsdir, N bərabərdir 3. Buradan periyodu tapa bilərəm. T bərabərdir kiçik T bölünsün N, 6 bölünsün 3. Bu da eləyəcəkdir 2 saniyə. Və biz də bilirik ki, periyod hərəkət müddətini dəyişməz qalır. Rəqqasın 15 saniyədə qət etdiyi məsafə 30 metr olarsa, 2 və 3 nöqtələr arasındakı məsafəni tapın. Deməli, L bizdə 30 metrə bərabərdir və deyir ki, 15 saniyədə. Kiçik T bərabərdir 15 saniyə. Bizim düsturumuz L bərabərdir 4AN-dir. Və bizdə deyir ki, 2 və 3 nöqtələr arasındakı məsafəni tapın. 2 və 3 nöqtələr arasındakı məsafə amplitudun 2-misinə bərabərdir. Yəni, 2 ilə 1 nöqtəsi arasındakı məsafə 1 amplituddursa, 2 və 3 nöqtələr arasındakı məsafə 2 amplituddur. Deməli, biz amplitudu tapıb 2-yə vuracaq. İndi mənə lazımdır N. N bizdə rəqslərin sayıdır və zaman müddətinə görə dəyişir. Bizə deyir ki, 6 saniyədə 3 dənə rəqs edir. Mən birinci 15 saniyədəki rəqslərin sayını tapmalıyam. Periyodum məndə 2 saniyədir. Onda mən rəqslərin sayını tapıram. N bərabərdir, kiçik T bölünsün böyük T. Kiçik T 15, böyük T də 2. Bu da bizdə eləyir 7,5. Bunu tapdım. İndi gətirəm bu düsturda yerinə qoyuram. Buradakı L-in yerinə yazıram 30, 4, A. N-in də yerinə yazıram 7,5. Buradan A-nı tapıram. Görək neçə eləyir. Deməli, 30 ilə 4-ü qısar eləyirəm. 2, 15. 15 ilə də bunu qısar eləyirəm. 2. Onda amplitudu tapıram 2 bölünsün 2, yəni 1 metr. Mənim amplitudum 1 metrdir, amma 2 və 3 nöqtələr arasındakı məsafə 2 dənə amplitudda bərabər olduğundan 2 vurulsun 1, yəni 2 metrə bərabər olacaq. Və həmçinin bunu tənasüblə də əldə edə bilərsiniz ki, 6 saniyədə 3 rəqs edirsə, bəs 15 saniyədə neçə rəqs edir? Gətirib N-i yerinə qoyub, yenə də işləyirsiniz. Cavab oldu burada 2 metr. Sonra 10-cu tapşırıq. Onda deyir ki, şəkildə verilmiş yaylı rəqqas M və N nöqtələr arasındakı məsafə 20 cm-dir. M ilə N arasındakı məsafə 20 cm-dir. Yəni 0,2 metrə bərabərdir. Yaylı rəqqasın 25 dövrdə getdiyi məsafəni tapın, getdiyi yol. L-in düsturu 4A N düsturu ilə təyin olunur. N-ni verib bizdə 25.
4 bizdə var. A-nı isə amplitud bizdə tarazlıqdan maksimum uzaqlaşdığı məsafədir. Tarazlıqdan maksimum uzaqlaşdığı məsafə bizə bir 2 dənə amplitudu verib. M ilə N nöqtəsinin məsafə 0,2-dirsə, onda bir dənə amplitudum 0,1 metrdir. Bir dənə amplitudum 0,1 metr bərabərdir. Onda burada amplitudu 0,1 götürəcəyik. Bunu hesablayırıq. 4'ü 25'e vuranda eləyir 100. 100'ü də 0,1'e vuranda eləyir 10 metr. Cavab olacaq bizdə 10 metr. Yəni Bakı variantı. Ondan sonra gəlir bizdə 11. Yeniləncək bir kənar vəziyyətindən digər kənar vəziyyətinə gəlməyə, sonra isə tarazlıq vəziyyətinə qayıtma 11 saniyə vaxt sərf edir. Onun tezliyini tapır. Deməli, bu bizim olsun yeniləncəyimiz. İpli rəqqas kimi təsəvvür eləsək. Deyir ki, yeniləncək bu kənar vəziyyətlərdir. Kənar vəziyyət. Bu isə tarazlıq vəziyyət. Deyir ki, bir kənar vəziyyətindən digər kənar vəziyyətinə, sonra isə həmən kənar vəziyyətindən tarazlıq vəziyyətinə gəlməyə 15 saniyə vaxt sərf edir. Bunu belə yaza bilərik. Deməli, hər hissəyə 5 saniyə vaxt sərf edibdir. 5, gəldi bura 10, geri qayıtdı 15 saniyə. Onun rəqs tezliyini tapın. Biz bir iki periodun tamamlanması üçün kənardan kənara yenidən öz kənar vəziyyətinə qayıtmalıdır. Onda burada yenidən 5 saniyə olsa, ümumi rəqsə sərf etdiyi müddət edir 20 saniyə. Bu da edir 1 tam rəqsin sərf olunan zaman period. Tezlik isə bərabərdir 1 bölünsün T. Yəni 1 bölünsün 20, o da eləyəcəkdir 0,5 Hz. Və yaxud da biz bunu deyə bilərik ki, buradakı dövr 4/3-ə bərabərdir. Yəni rəqsi tam yox, 4/3 hissəsini edib və ona isə sərf edib 15 saniyə vaxt. Buradan tezliyi tapa bilərəm. N bərabərdir N bölünsün T. N-in yerinə 4/3 bölünsün 15, yəni 15'də 1'ə vurmaq deməkdir. Bundan bu gedir, burada qalır 5. Yenə 20'də 1 alıram. Bu da 100'də 5 eləyəcək. Yəni D variantı. 12-ci sual. Amplitudu 25 cm olan A bərabərdir 0,25 metr. 10 tam rəqsdə N bərabərdir 10. Getdiyi yolun uzunluğu və yer dəyişməsini tapın. Birinci getdiyi yolun uzunluğu L bərabərdir 4AN ifadəsinə görə 4 vurulsun 0,25 vurulsun 10. Deməli, onu birinci 0,25'e vururam. 2 onda 5 vurulsun 4. Bu da eləyəcək bizdə 10 metr. Deməli, mənim yolum 10 metrə bərabərdir. Bəs yer dəyişməm nəyə bərabərdir? Uşaqlar bizə deyir ki, 10 dənə tam dövrdə. Yer dəyişmə bizdə başlanğıcla sonu birləşdirən ən qısa məsafədir. Bu demək istəyir ki, bu 10 dənə tam dövr edir. Deməli, bu nöqtədən başlayıb bir nöqtəsindən. Getdi, gəldi 1'ə, bir dənə dövrü tamamladı. Getdi, 2'yə gəldi, təzədən ikinci dəfə bir nöqtəsinə gəldi, 2 dənə. Getdi, yenidən 1'ə gəldi, 3 dənə. Getdi, yenidən 4 dənə. Yəni, ən sonda yenidə bir nöqtəsinə çıxıb bir nöqtəsinə gəldiyi üçün burada onun yer dəyişməsi 0'a bərabərdir. Yəni, C variantı olur. Amma tam dövr deməsək, desək ki, 5 tam dövr, bir də yarı dövr. Və yaxud da 5 tam, onda 5 dövr. Yəni, 5'dən tam dövr edir, bir də yarı dövr edir. Onda biz yer dəyişməni tapanda, bununla bunun arasındakı məsafəni 2 amplitudu tapmış olardıq. Amma burada bizdə tam dövrlər dediyinə görə 0'a bərabər olur yer dəyişmə. Sonra gəlir 14-cü sual. Ondurda deyil ki, yaylı rəqqas O tarazlıq nöqtəsi ətrafında M və N nöqtəsini rəqs edir. N nöqtəsindən O nöqtəsinə 1 saniyə gəlirsə, M ilə O nöqtəsi arasındakı məsafə bizdə amplitud eləyir və M ilə O nöqtəsi arasındakı məsafə rəqsin 1/4-idir. Deyir ki, bu 1/4 rəqsi 1 saniyəyə gəlirsə, onun period və tezliyinin T bərabərdir T bölünsün N, yəni 1 bölünsün 4/1. Bu eləyəcək bizdə 4 saniyə. Mənim periodum 4 saniyə, tezliyim isə 1 bölünsün T, yəni 1 bölünsün 4, 0,25 Hz-ə bərabər olacaqdır.
10 göz cavab olur burada C variantı. 14-dən sonra var bizdə yekun olaraq 18-ci sual. Hə, 18-ci sual biraz problemli sual idi. Çevri üzü hərəkət və rəqsi hərəkət. Tarazlıq vəziyyətindən keçməklə baş verirsə, deməli, tarazlıq vəziyyətindən keçməklə baş verirsə, bu rəqsi hərəkətdir. Buna yazıram rəqsi. Yəni, bir gedir sağa. Sonra, tarazlıq vəziyyəti ətrafında təkrarlanan hərəkətdir. Biz demişdik, tarazlıq nöqtəsi ətrafında təkrarlanan hərəkət çevri üzü hərəkətdir. 2 getdi bura. Cisim bir tam dövr etdi. Trayektoriyanın hər bir nöqtəsi yalnız bir dəfə. Bir dəfə keçmək məsələsi çevri üzü hərəkətə aid idi. Bir tam dövr etdikdə 2 dəfə keçir. 2 dəfə keçmək məsələsi rəqsi hərəkətə aid idi. Müəyyən zaman müddətində təkrarlanır. Təbii ki, hər ikisi. 2-3 sola, 1-4 sağa. Deməli, 2-3. Burada desəm cavab yox idi. Hə, burada cavab yox idi. Bunu özünüz baxarsınız. 18. Başqa da sualımız yoxdur.